Təkəm, çünki İlhan yollanıb Bakımızın gözəl mənzərəsinə və oradan bizə hava haqqında məlumatı çatdıracaq. İlhan, sabahın bir daha xeyirli olsun. Bugün necə olacaq hava, səndən eşidək. Bəli Təranə, səni və tamaşaçıları bir daha bu açıq havadan salamlayıram. İstərdim hava haqqında məlumatı sizin diqqətinizə çatdırım. Belə ki, küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə bugün və sabah ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında bugün ərzində müşahidə olunan güclü şimal-qərb küləyi sabah günün ikinci yarısında mülayimləşəcək. Havanın maksimal temperaturu 28-33 dərəcə isti olacaq. Bölgələrə gəlincə isə havanın maksimal temperaturu 34-39 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti, dağlarda 25-30 dərəcə isti olacaq. Havanın dəyişməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. Nazirlik xəbərdarlıq eləyir ki, belə havalarda dənizə çıxmaq, xüsusilə kiçik həcmli gəmilərdən istifadə təhlükəlidir. Güclü külək zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl etmək, həmçinin reklam lövhələri, elektrik dirəkləri və hündür ağaclardan uzaq durmaq tövsiyə olunur. Belə Təranə, məndən hava haqqında bu qədər, yenidən studiyaya qayıdıram.